Bəhruz bəy, hazırki hadisələri ABŞ-nin müvafiq coğrafiyadan çəkilməsi məsələsini necə dəyərləndirirsiniz? Təşəkkür edirəm. Əvvəlcə ondan başlayaq ki, artıq dünya iki qütblü dünya deyil və xüsusən ayrıcı xəttlərin dərinləşdiyi, qütblər arası ziddiyyətin tamamilə artdığı bir məqamda dünyanın müxtəlif bölgələrində artıq yeni güc mərkəzləri formalaşıb və bu güc mərkəzlərindən biri də heç şübhəsiz ki, Türkiyədir. Təbii ki, Türkiyənin güc mərkəzi kimi formalaşmasında fərqli aspektlərə biz diqqət edə bilərik, amma heç şübhəsiz ki, ilk növbədə Türkiyədə hərbi sənaye qüdrətinin artması, ordunun müxtəlif kənar ideologiyalarından təmizlənməsi, o cümlədən hakimiyyətin tək partiyalı iqtidarın uzun dövr ərzində dövlət içində özünün nüfuzunu kifayət qədər möhkəmləndirməsi, eyni zamanda Türkiyə prezidentinin hazırda özünü dünyada qlobal miqyasda hesablaşılan lider kimi təsdiq etdirməsi, bunların hamısı müxtəlif amillərdir ki, cəmləşdikdə Türkiyənin birmənalı şəkildə nüfuzuna əsaslı təsir edən amil kimi çıxış edir. Və xüsusən də bilirsiniz ki, Yaxın Şərqin İsrail-Fələstin münaqişəsi ilə yanaşı, Yaxın Şərqin xüsusilə həssas bir nöqtəsi Suriya idi və Türkiyənin Suriya siyasətində Ərdoğanın ilk illərdəki o qonşuluq siyasətindən fərqli olaraq sonraki dövrdə münasibətlərin gərginləşməsi Suriyanın özünün məhz qütblər arası ziddiyyətlərin toqquşma nöqtəsində çevrilməsi, hətta Türkiyənin orada Rusiya ilə qarşı-qarşıya gəlməsi, xatırlayırsınızsa Rusiyanın təyyarəsi, döyüş təyyarəsi həmin ərazidə vurulmuşdu. Məhz Azərbaycan prezidentinin birmənalı şəkildə vasitəçiliyi ilə və müdaxiləsi ilə Türkiyə-Rusiya arasında münasibətlər o zaman normallaşdı. Həmçinin daha sonraki dövrdə Suriyada İraqdan davam edən gərginliklər fonunda Türkiyə, Amerika Birləşmiş Ştatları arasında gərginliklərin müşahidə olunması, bunların hamısı bölgədə tamamilə yeni bir münaqişə ocağı formalaşdırmışdı. Münaqişə ocağı perspektivi formalaşdırmışdı və təsadüfi deyil ki, kənar güclər, o cümlədən PKK, həmçinin IŞİD, bax bu boşluqlardan istifadə edərək ötən dövr ərzində Suriya ərazisində, İraqın şimalında və s. xeyli möhkəmlənə bilmişdi. Gözlənilməz formada Amerika Birləşmiş Ştatlarının prezidenti Donald Trump'ın özünün də ifadə etdiyi kimi Türkiyənin böyük qələbəsi kimi qiymətləndirilən bir konfigurasiya ortaya çıxdı, yəni Bəşər Əsəd devrildi və bu artıq bölgəyə yeni bir mənzərə bəxş etdi və bu mənzərədə də heç şübhəsiz ki, Suriya və ətraf ərazilərdə hakim güc kimi nə Rusiya, nə Amerika Birləşmiş Ştatları, nə digər maraqlı olan güclər, o cümlədən Səudi Ərəbistan, İran yox, məhz Türkiyə əsas güc kimi çıxış etməyə başladı və belə bir məqamda təbii ki, baş verənlər, Suriyada yaşananlar, Türkiyənin buradan belə deyək, nüfuzunu artırması, bunlar hamısı artıq dünyanın bölgəyə baxışında yeni korrektələrə gətirib çıxardı və yaxud yeni korrektələri ümumi-məcburi zərurətə çevirdi. Və indiki məqamda təbii ki, biz hazırki konfigurasiyada diktə edən güc kimi Türkiyəni görürük bölgə üzrə və bu güclə hesablaşan, əlbəttə Amerika Birləşmiş Ştatları bu və ya digər formada iradəsini bölgədə yeritmək qüdrətinə malikdir. Amma bir şeyə nəzər alaq ki, Amerika Birləşmiş Ştatlarının yeganə problemi Suriya deyil və Amerika Birləşmiş Ştatları Suriyada istədiyinə çatmaq üçün mütləq mənada bütün qüvvələrini ora cəlb etməlidir. İndiki məqamda Donald Trump kifayət qədər ağıllı və praqmatik siyasətçi kimi Türkiyə ilə uzlaşma şəraitində maraqlarının müdafiəsini daha effektiv sayır. Türkiyə ilə bir alyansda, NATO'da çıxış edən qüdrətli bir qüdrət sahibi kimi özünü realizə etməkdə maraqlı görünür və buna praqmatik yanaşır. Bu mənada hesab edirəm ki, bəli, indiki məqamda yaxın Şərq, xüsusən Suriya siyasətində hakim güc kimi Türkiyə və onunla uzlaşan, məsələn, bilirsiniz ki, Rusiyanın da Suriyada kifayət qədər maraqları var, amma Rusiya-Türkiyə münasibətləri fonunda bu maraqlar nisbətən arxa plana keçə bilir. Yəni, Rusiya Suriyada Türkiyəyə özünün əzəli əsas rəqibi kimi yox, artıq nisbi tərəfdaşı kimi baxmağa üstünlük verir, eləcə də Amerika Birləşmiş Ştatları. Bəhruz bəy, elə o məqama da xüsusilə gəlməyimizi mən istərdim. Müvafiq boşluğun yaranmasından sonra söhbət elə mövzumuza uyğun olaraq ABŞ-nin proseslərdən müəyyən mənada çəkilməsi kimi bunu ifadə edək. Geri planda qalması fonunda bu boşluqdan daha çox hansı qüvvə yararlana bilər? Rusiya yoxsa İran? Biz bilirik ki, son dəyişim proseslərindən sonra oyundan kənar vəziyyətə gətirilən güclər ilə müvafiq iki güc idi. İranın Suriya siyasəti faktiki
əsasda danışsaq, sir deyil ki, fiaskoya uğradı. Yəni, İran Suriya hakimiyyətinə təsiri, o cümlədən azlıq olmasına baxmayaraq şiələrin hakimiyyətdə olması, Suriyada, həmçinin Suriyada məhz eyni məzhəbdən olan qəbilələrin hakim mövqedə təmsil olması hökm deyil, sırf Bəşər Əsədin ailəsi və daxil olduğu qəbilə və yaxud tayfa. Faktiki olaraq burada məzhəb fonunda proseslər qiymətləndirirdi. Həmçinin bölgədə Həmasın, Hizbullahın və s. bunların təsir imkanlarının kifayət qədər güclü olması fonunda İran artıq bütün bunların belə deyək, tam şəkildə idarə olunduğu mərkəzi itirdi. Və İran orada bilirsiniz, daha öncə generallarını itirdi. Daha sonraki öz güc və imkanlarının əsas dayağı olan Əsəd hakimiyyətinin orada devrilməsi, bu artıq İranın artıq Suriya siyasətinin bir fiaskosu oldu. Təbii ki, İran bunu gözləyirdimi, gözləmirdi. Bu qədər proseslərin bu qədər təcili, acil dəyişəcəyi, eyni zamanda proseslərin bu həddə gəlib çatacağı, Türkiyənin faktiki olaraq Suriyada mütləq hakim kimi çıxış etməsi, bunlar hamısı kifayət qədər gözlənilməz məqamlar idi və Türkiyənin digər üstünlüyü də həm də ondan ibarətdir ki, artıq o boşluq anlayışı Suriyada demək olar ki, qalmamaqdadır. Əvvəlki dövrdə, Bəşər Əsəd hakimiyyəti dövründə daha çox boşluqlardan biz danışa bilərdik. Az ki, həmin boşluqları bir daha deyirəm. Şiə qruplaşmaları, həmçinin İranla bağlı digər güclər, IŞİD, Kürdlər, eyni zamanda biz burada Kürdlər dedikdə yerli xalqı yox, siyasiləşmiş terror təşkilatlarını nəzərdə tuturuq. Bunlar həmin boşluqlarda istifadə edərək müəyyən dövlətə bənzər kvazi qurumlar formalaşdırmağa çalışırdılar və bunu bacarmışdılar da. Amma açıq demək lazımdır ki, Türkiyə bu gedişata son qoydu və indiki məqamda yaranacaq boşluqlardan kim istifadə edəcək sualı da kifayət qədər konseptual və maraqlı yanaşmadır. Bugün həmin boşluğu bir mənalı şəkildə Türkiyə doldurub. Bir. İkincisi, Suriyada bilirsiniz ki, kifayət qədər Suriyanın şimalının eyni zamanda İraqda olduğu kimi Türk əsilli insanlar da yaşayır. Bax, bunların bölgədə müəyyən dərəcədə mövqeyinin artması və ən əsası, ötən dövr ərzində Ərdoğanın Suriya siyasəti kifayət qədər daxildə belə tənqid olunurdu ki, cənab Ərdoğan Suriyalıları Türkiyəyə gətirdi və s. Bu da bəli, kifayət qədər ağırlı bir sürəc oldu. Amma bugün Türkiyədə yaşamış, ötən 10 il ərzində Türkiyədə yaşamış, Türkiyənin, hətta Türkiyədə bütöv şəkildə artmış bütöv bir nəsil formalaşıb orada. Bax, həmin insanlar, həmin Suriyalılar artıq Suriyaya köç edir və Suriyaya köç edərkən yalnız Suriyalı olaraq öz vətənlərinə köçürülür. Onlar həm də hər biri tam mənada, ən azı 90% Türkiyənin elçisi olaraq həmin bölgəyə qayıdır. Yəni, Türkiyə yalnız ordusu ilə, gücü ilə, təbii ki, biz Suriyanın müstəqilliyinin, Suriyanın özünün öz iradəsinə sahib olmasının əleyhinə bir prosesin getdiyi qənaətində deyil. Amma istənilən halda Türkiyə indiki halda daha çox himayədar kimi, himayəçi güc kimi orada çıxış edir və bu Türkiyədən qayıdan Suriyalılar. Bax, ötən dövr ərzində süni şəkildə yaranmış o boşluqları doldurmuş ayrı-ayrı terrorçuların, terrorçu qruplaşmaların, milli maraqlara zidd davranan ayrı-ayrı dairələrin əvəzində artıq orada kifayət qədər əsaslı güc kimi çıxış edir. Həm Suriya vətəndaşları olaraq, həm də Türkiyə-Suriya münasibətlərində körpü rolunu oynayacaq şəkildə. Türkiyə-Suriya münasibətləri əvvəlləri bilirsiniz, kifayət qədər normal şəkildə inkişaf edib. Son dövrlər təqribən 10 ildən biraz artıq müddət öncə bu münasibətlər kifayət qədər kəskinləşdi, ağır bir perioda qədəm qoydu və əvvəllər əgər Suriya daxilində Türkiyə ilə Suriya münasibətlərində körpü rolunu oynayacaq sağlam bir qüvvə yox idisə, bugün artıq həmin qüvvə həm hakimiyyətdə təmsil olunur, eyni zamanda həm də təmsil olunur xalqın, ictimai diplomatiyanın daşıyıcıları olan xalqın bir tərkib hissəsi kimi. Yəni, kifayət qədər sayı artıq 100 minlərlə ölçülən keçmiş qaçqınlar var. Bu mənada indiki məqamda biz boşluqlardan əvvəlki dövrdən daha az danışa bilirik.
Bəhruz bəy, kvazi qurumlardan danışdınız. Son olaraq elə bu üzrə də sualımı verim və müzakirəmizi sizinlə bitirmiş olaq. Türkiyənin bundan sonra özünün təhlükəsizlik zolağını formalaşdırma yönündə siyasətini necə dəyərləndirir? Çünki bilirik ki, elə dövlət içində dövlət yaratmağa çalışan, xüsusən Türkiyə sərhədinə yaxınlıqda bu cür separatist, terrorçu fəaliyyəti həyata keçirilən qruplardan biz agahıq. Böyük bir qismdə bu problemin aradan qaldırılmasına Türkiyə əslində nail olub, amma ancaq yenə də o təhlükəsizlik zolağını hələ də qüvvədə saxlamağa rəsmi Ankaranın ehtiyacı var. Bax, bu prosesdə hazırki konjunktura necə təsir göstərə bilər? Praktikada maraqlı bir məqama toxunursunuz. İstənilən halda bölgə hərbi gücü hələ ki əvəzsiz, alternativsiz, sabitlik və dinçlik vasitəsi kimi zərurət yaradıb bölgədəki mövcud konfigurasiya və bilirsiniz ki, bugünə qədər orada müxtəlif güclər var idi. Dediyimiz o kvazi güclərin hərbi dəstələri var idi, Amerika Birləşmiş Ştatlarının bazaları var idi, əvvəllər 8 bazası var idi. Daha sonra Rusiyanın da orada bazaları var idi və eyni zamanda da Türkiyənin təbii ki, hərbi mövcudiyyəti sir deyildi. Ötən dövr ərzində Türkiyənin bir mənalı şəkildə üstünlüyə alması, qeyd etdiyim kimi elə birinci sualda da cənab Trumpın bu proseslərə daha aydın baxış nümayiş etdirməsi, Amerika Birləşmiş Ştatlarının az itki ilə faydalanan tərəf olaraq qalmaqda davam etdirmə o siyasətinə üstünlük verməsi Amerika Birləşmiş Ştatlarının orada hərbi mövcudiyyətini tədricən Türkiyənin xeyrinə, Türkiyənin lehinə çəkməsi ilə nəticələnir. Məsələn, əvvəllər əgər 8 baza var idisə, daha sonra 5 baza qaldı, hərbi bazadan söhbət gedir və bilirsiniz ki, Amerika Birləşmiş Ştatlarının Suriya üzrə nümayəndəsi, eyni zamanda Türkiyədəki səfir Tom Barek artıq açıqlama verdi, bəyanat verib ki, aprel ayından etibarən bu bəyanat bir xeyli müddət öncədir, təqribən 2 ay yaxın bir dövrdə artıq Amerika Birləşmiş Ştatları öz qoşunlarını tədricən Suriyada azaltmaq niyyətindədir. 1000 nəfərdən aşağı salmaq niyyətindədir. Artıq daha 3 bazanın Suriyadan çıxarılması ilə bağlı işlər başlayıb. Artıq bununla bağlı kifayət qədər mühəndis texniki vasitələrin ərazilərindən çıxması, əskərlərin tədricən bölgəni tərk etməsi, bazanın bağlanması və bu kimi proseslər gedir. Yəni, baş verənlər faktiki olaraq Türkiyənin bir mənalı şəkildə Suriya siyasətinin təntənəsidir. Və indiki məqamda ancaq və ancaq daha sağlam bir mühit, daha sağlam, daha əməkdaşlıq mühitində formalaşan bir konfigurasiyaya biz şahidlik edirik. Elə Azərbaycanın nümunəsində biz bunu deyə bilərik ki, Azərbaycan 12-13 ildən sonra artıq Suriyadakı səfirliyin fəaliyyətini bərpa edir. Türkiyə ilə birlikdə Suriyanın fəaliyyəti, Suriyanın bərpası fəaliyyətində artıq bulunmaqdadır. Suriya artıq digər dövlətlərlə münasibətlərini sağlam əsasda qurmağa başlayıb, nəinki ayrı-ayrı dövlətlərin diktəsi ilə, Bəşər Əsədin tabi olduğu qurumların diktəsi ilə və yaxud Bəşər Əsədin özünün dırnaqarası iradəsi ilə. Yəni, iki məqamda biz daha sağlamlaşma prosesinin şahidiyik və mövcud hərbi durum isə, yəni mövcud hərbi qüvvələrin hələ ki aparıcı siyasətdən, xarici siyasət, diplomatiya bunlardan daha üstün mövqedə qalması şəraiti isə hesab edirəm ki, hələ ki zəruri şərt olaraq qalır. Çünki, belə deyək, o mütləq qələbə, mütləq şəkildə kvazi qurumların, terrorçu təsisatların, bunların hamısının eyni zamanda kənar dövlətlərin maraqlarının neytrallaşması işi hələ də tam şəkildə yekunlaşmayıb. Bəli, Suriya elə bir əhəmiyyətli geostrateji mövqedə yerləşir ki, bəzən onun sərhədləri daxilində baş verən bu cür qarışıqlıqlar hətta regional xaosun belə formalaşmasına gətirib çıxarır. Ona görə də təbii olaraq bizim də istəklərimiz, maraqlarımız elə bu coğrafiyada, dünyada sülhün, sabitliyin formalaşmasından yanadır. Bəhruz bəy, sizə isə minnətdarlığımızı bildiririk. Dəvətimizi qəbul edib bizimlə müzakirənizi bölüşdüyünüz üçün. Sağ olun.